Verilişin baş sponsoru Hacı Seylon Çayları. Yeni gün, yeni nəfəs, yeni ovqat, yeni əhval-ruhiyyə və yeni görüş. Dəniz, səma, hava və sevgi. Hər birinizi bax bu gözəl əhval-ruhiyyənin, bu gözəl auranın ətrafında salamlayırıq. Hər birinizin hər vaxtınız xeyirli uğurlu olsun. Xəzərin sahilindəyik və bahar əhval-ruhiyyəsi ilə sizinləyik. Və baharın əhval-ruhiyyəsi hər birimizin əhval-ruhiyyəmizə, hər birimizin ruhumuza mükəmməl formada təsir edir. Və Novruz bayramı bütün xalqlar, türk dilli xalqların hər zaman keçirdiyi bir bayramdır. Amma biz özəl olaraq bu bayramı xüsusi dəsti xəttimizlə keçiririk. Sanki bütün arzularımızı, niyyətlərimizi məhz bu ərəfəyə köklüyürük. Və biz bu aylardan, bu ərəfədən çox şey gözləyirik. Bu da əbəs yerə deyil, çünki illərin sınağından çıxmış, bütün sınamaların hər biri öz təsdiqini tapır. Bugün Xəzərin sahilində, Novruz buraxılışında, bahar günündə düşündüm ki, nə etmək olar? Fikirləşdim ki, sevilən müğənnilərimizi, sevilən sənətkarlarımızı hər zaman biz tamaşaçılarla görüşdürürük. Amma Xəzərin sahilində layihəsinin özəl, spesifik bir xüsusiyyəti var ki, bu bizim illər boyu fəaliyyəti ilə, yaradıcılığı ilə, insanlığı ilə, cəmiyyətdə yer tutan insanların fəaliyyətini işıqlandırmaqdır. Və çox düşünməyə ehtiyac olmadı. Çünki Novruz günlərində hər zaman deyirlər küsüllər barışsın. Bir də ki, bu çox gözəl bir ənənədir Yasin müəllim. Dünyasını dəyişən insanları xatırlamaq. Bəli. Bax bu özü olmasa da, amma onun nəfəsinin, adının ailədə olması sevgisi çox gözəl ənənədir. Çox gözəl bir fikirdir ki, illərdir biz də dünyasını dəyişən əzizlərimizi xatırlayırıq. Qəbir üstünə gedirik, hər zaman onları da şad eləyirik. Bugün Yasin Qarayev niyə buradadır? Yasin Qarayev illərdir hər zaman bayramlarda, özəl günlərdə sevilən sənətkarlarımızla bərabər bizimlə görüşə gəlir. Biz Novruz bayramını Yasin Qarayevsiz təsəvvür edə bilməzdik. Və Yasin Qarayev bugün bizim olmayan sənətkarlarımızın nəfəsidir. Yasin Qarayev bugün bizim uşaqlığımızın xatirəsidir. Yasin Qarayev bugün bizim çox uzun illər bundan əvvəl gələn, çox uzun illər deyirəm, amma o qədər də uzun deyil əslində. Biraz Yasin mənim sizi deyəsən çox qocaqdım. Amma Yasin Qarayev imzası deyəndə bizim göz önümüzə dəyərli sənətkarlarımız, Azər Mirzəyev, Gülşən Qurbanova, Ağaxan Salmanov, bax görün nə qədər sənətkarlarımız var idi ki, onların televiziyalardakı tele-tamaşaları bizim üzümüzdə təbəssüm oyadırdı. Adətən Novruz gələndə, yaz gələndə üstü yarpızlı, şirin bulaqlar, suyu buz bulaqlar, sonra yaşıl meşələr, ormanlar, ondan sonra barlı, bəhərli bağlar, bağçalar, nərgizli, laləli çəmənlər cana gələr, torpaq cana gələr. Ondan da insanlar sevinər, insanlar biri-birini görəndə dost tanış, qonum qonşu, qohum qardaş, biri-birinə sevincdən alqış duaları deyərlər. Öz sevinclərin, arzularını bildirərlər. Böyle birin qoy mən deyim. De Ayvəli, de. Bax, sənə deyəcəm. De. Qara, səni görüm Novruzda Allah mətləbi versin. Amin. Çox sağ ol. Bəli, belə də deyərlər ki, Ayvəli, bu Novruzda pis gözdən, pis sözdən uzaq olasan. Daha nə deyərlər, acaba? Deyərlər ki, qız gəlinlər bir-birlərinə deyərlər ki, Novruz gününə dönəsən. Novruzda bəxtin açılsın inşallah. Təzə gəlinlərin ayağı sayalı olsun. Düşündüm ki, bax, bugün biz o sənətkarlarımızı xatırlayaq. Bugün biz Yasin Qarayevi xatırlayaq. Bugün Yasin Qarayevin nəfəsinə qonaq olaq. Və Yasin Qarayevi də Xəzərin sahilində, Xəzərin dalğalarına tuş gələn suallarla bərabər olaq. Xoş gəlmişsiniz Yasin müəllim. Çox sağ olun, çox sağ olun. Əziz olasınız. Çox sağ olun ki, belə gözəl bir mənzərəni, belə bir görüntünü mənə bu günləri görməyə qismət elədiniz. Bayaqdan gəldim,
Hələ bu veriliş başlamazdan əvvəl baxdım dənizə, o qədər sevindim, o qədər, nə bilim, bəlkə də dünyanın heç birində belə görüntü, belə gözəllik yoxdur. Gəmilərə baxdım, o qağaylara baxdım, xatırladım, yadıma nənənin, babanın danışdıqları düşdü. Bura, o gənclik çağlarımda Xəzərin sahilinə gəlib, o əsrarəngiz bu gözəlliyə baxmaq yadıma düşdü. Qağaylar uçurdu və belə bir rəvayət eşitmişdim ki, hər gəminin bir qağayısı var. O qağayı o gəminin üstündə uçur. O gəmi harasa gedir, o da onunla bərabər gedir və onunla bərabər qayıdır. Və nənələr, babalar deyirdi ki, o qağayı o gəminin ruhudur. Və bu günləri elə mənim ruhum da gülümsədi. Mənim ruhum da elə siz dediyiniz kimi cavan deyil, özümlə yaşıdır və dostluq edirəm, hara gedirəm oynanam. Və bir rəvayətdə yadıma düşdü, onu da nənələr deyirdi ki, bəs Allah Taala ilk Adəmi yaradanda onu palçıqdan yoğurur və öz nəfəsi ilə ona üfürür, can verir, yəni ruh verir. Deməli, əsas bədəndə ruhdur. Can isə elə palçıqdan ibarətdir. Oradan çox məntiqli bir düşüncədir, məntiqli bir deyimdir. Əlbəttə, ruhun biz ağrılarını hiss edirik. Bax, bugün biz düşünsək ki, barmağımızın bu ucu ağrıyır, həmən biz onu hiss edəcəyik. Demək ki, ruh cismi diktə edən vasitədir. Bəli. Və ruh cismə rəng verir, ruh cismə enerji verir, ruh cismə sağlamlıq verir. Ruhla biz bir-birimizdən əlaqədə oluruq, illərimizi xatırlayırıq. Cismin nə qədər onu saxlama potensialı var ki? Sağlam canda sağlam ruh olar deyiblər də. Və ona görə də belə bir sözdə, deyim də var ki, sağlam ruhlu insanlar istedadlı insanlar olur. Ruhu zəif insanlar zəif istedada malik olurlar. Bu da gözəl deyimdir. Bana bir söz deyin, bayağı o ne sözüydü işlettin? Ne? O buğda yiyip cennetten. Var da elə bir... Ne demek? Fayda yox, ifadə. Var elə bir ifadə. Buğda yeyib cənnətdən çıxmaq məsələsi. Amma yox, uzundur, onu danışa bilmərəm. Burada şadlıqdır. Uzun çəkər. Sen danışayım, Uzun oldu, lap kısa oldu. Senden el çekelim. Beni tanımır. Sen Sənə Yok, ayıqca da... böyle yok. Bekten. Hamı bilmelidir. Bizim bir kanunumuz var. Bir nefer hamı için, hamı bir nefer için. Qaranı Vəlidən, Vəlini qaradan ayırırsan. Qara Vəlli. Yəni 200-ündə bu suraxanaya kommunizm gətirmək istəyirsən. Bura bax. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün. Bu nə deməkdir? Salmanlı. Arxaik sözlər danışıb ala bula. Bizi geriye çəkir. Buyur. Ha, yaxşı. Sözün kəsəsi. Deməli, yer üzündə bir vaxtlar heç kəs yox. Bir Adəm babamız vardı. Bir dənə də Həvva nənəmiz. Bunlar cənnətdə yaşayırdılar. Amma Ulu Tanrı ikisinə də tapşırmışdı ki, cənnətdə çox nemətlər var, biri də buğda ola, nabada bu buğdadan bir dənə deyəsiz. Cənnətdə buğda geç. Mən nə bilim cənnətdə olmuşam. Qarpız boyda buğdalar var. Cənnətdə hər şey olar. Bu iki söhbətin eləsin. Bu buğdadan deyir, bircə dənəsini yesəz ha, sizi o saat qovacağım cənnətdə. Bu şeytan da bilirsiniz də, şeytan da bunlarla, Adəmlə, Havva ilə yola gedmirmiş. Niyə? Əvvəla ona görə ki, zatı yoxdur, şeytandır. Onu zatına ləyəni. Sonra da ki, Ulu Tanrım yenə ona tapşırıq vermişdi ki, şeytana. Adəm babamızla, Həvva nənəmizi gördün harda ha, ona təzim elə. Bu da təzim eləməkdən belə ağrıyırmış şeytan. Ay canın yansın, elə də. Ona görə istəyir ki, Adəmlə Həvvaya bir badalaq qursun, bunları cənnətdən çıxartsın. Nəsə, günlərin bir günü bir buğdanı götürür, yan alır Adəmə. Buna bir reklam buğdaya, bir reklam eləyir. Adəm qayıdır, ya... Yaxşı güclü reklaması var imiş. Şeytan oğlu şeytan, məni anlada bilməzsən. İtil get, yemərəm vəssalam. Şeytan neynim yanaşır Həvva nənəmizə. Həvva nənəmiz də axı çox... Hava sənin nənədir. Nazlı, sənin də nənədir də. Hamımızın nənəsi. Hə, hamımızın nənədir. Biraz naz qəmzədən sonra nənəmiz qayıdır, yaxşı da, yiyərəm. Dadır görür, yaxşı gedir. Bir yarısın yiyəndən sonra deyir, yox, sən
sədaqətli qadın olub axı nənəmiz. Çağırıb Adəmi, Adəmciyim, gəl sən də bundan da çox dadlıdır. Adəm dayı üzü gəlməyib, necə buna yox desin, etiraz eləsin, alır yarısını deyir. Kişidir də, bəs nətər? Şəskinə sığışdırmır, şeytan tez xəbər eləyir, onu Tanrım ikisini də cənnətdən qovur. Yasin müəllim, biz sizi illərdir tanıyırıq, amma gənc nəsil var ki, artıq gənc nəslin yeni qəhrəmanları var, gənc nəslin yeni personajları var, onların yeni təbəssümləri, gülüşləri var, yeni motivləri var, onlar başqa şeyə gülürlər. Yasin Qarayev, mən həm də istərdim ki, bizim gənc tamaşaçılarımız üçün daha geniş, daha açıq şəkildə tanınsın. Ömrünü, gününü sənətə vermisiniz, ömrünüzü, gününüzü teatra, filmə, ümumiyyətlə, bütün ömrünü bu sahəyə həsr edən bir adam bugün həyatının bu məqamında, bu yaşında özünü necə hiss eləyir və bir geriyə dönüb baxanda, bax bu ənənəvi suallarımızdan biridir, geriyə dönüb baxanda Yasin Qarayev bugünkü mövqeyini necə qiymətləndirir? Mən çox yaxşı qiymət verirəm. Əgər çönüb arxaya baxsam, gəldiyim yollara baxsam. Təbii ki, bu yollar hasant yollar olmayıb. Bunun dərəsi, təpəsi, bəli, çətin yollar olub. Və bu yolları bu gün gəlib, bugünkü günümüzə çatmışamsa, çox böyük şükür eləyirəm. Ağrılı günlər də olub. Bu illər ərzində təbii ki, hamımızın bildiyimiz, ölkəmiz müharibə şəraitində uzun illər yaşayıb və mən qarış-qarış Azərbaycanın bölgələrini gəzmiş sənət adamlarından biriyəm. Qarış-qarış, üzü oyan Qazaxdan tutmuş, bu tərəf Balakən, Zaqatala, Cənub bölgəsi, Qarabağ, Ağdam, Xankəndi, Şuşa, Füzuli, Cəbrayıl, hamısında olmuşam və kənd olmuşam. Arxaya baxanda bunları görürəm. Dodağına gülüş konub, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, gülüşünə qoşulmuşam, qoşulmuşam. Nə bir qüsə, nə bir kədər, ömrü günü xoş olmuşam, ömrü günü xoş olmuşam, ömrü günü xoş olmuşam, xoş olmuşam. Könlüm qəmin ilə, dilim nəğmələ söylər, tək mənə bircə kəlmə sevirəmdir. Könlüm qəmin ilə, dilim nəğmələ söylər, tək mənə bircə kəlmə sevirəmdir. Ulduzlarda bu akşam seninle danıştı. Ayda penceremizden yandı, alıştı. Ulduzlarda bu akşam seninle danıştı. Amma 44 günlük bir zəfər əldə elədik. O bizim cavanlarımız, o gənclərimiz bu günləri bəzi adamların bəyənmədiyi, yəni gəncliyi bəyənmir, bunların devri başqa devirdi, bizim devir başqa. Xeyr, canlarını fəda elədilər torpaq yolunda, zəfər əldə elədilər. Bax, buna baxanda biraz qürur hissi keçirəm, fərəhlənirəm və ümid yaranır məndə. O 30 ildə, neçə ildə görmədiyim yerləri yəqin ki, gedib görmə imkanım olacaq. Mütləq olacaq və biz Şuşanın ətrini, biz Ağdamın ətrini, biz ümumiyyətlə Xankəndi, yəni o bölgənin ətrini ciyərlərimizə çəkəndə haqlı olaraq biz bunu haqq etdik deyib o köksümüz ki qabarır, o nə gözəl hissiymiş, nə gözəl qürur hissi, mənsubiyyət hissini yaşamaq böyük hissiymiş. Yasin müəllim, Novruz ənənələrinin, nəinki Novruz ənənələrinin, bizim ailə ənənələrimizin ən vazkeçilməzi, ən qiymətlisi, bax, ən qiymətlisi
Biz dostu tanışı evimizə dəvət edəndə birinci ona çay təklif edirik. Bəli. Çay süfrəsi ətrafında onunla söhbət edirik və sanki bu çay bizim əhval-ruhiyyəmizi, verdiyimiz o qərarları tənzimləyir. Bax, bu çaydan içməyi sizə tövsiyə edirik. Yasin müəllim, için o çaydan. Bu çay bizim sizlə buluşma səbəbimizdir. Bizim sponsorumuzdur. Hacı Seylon çaylarıdır. Azərbaycan brendidir. Fərqlidir o. Bəli, həqiqətən fərqlidir. Kimlərə biz buradan hədiyyə eləyiriksə, hər zaman dönür bizə o çaydan yenə var mı deyirlər. İndi yəqin siz də elə deyəcəksiniz. Hacı Seylon çaylarının baş sponsorluğu ilə biz sizinlə bərabərik, əziz tamaşaçılarımız. Qısa aradan sonra yenidən burada olacağıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Hər birinizin bayramınız mübarək olsun. Evinizdən ruzu bərəkət əskik olmasın. Sevdikləriniz yanınızda olsun. Dünyasını dəyişənlərin Allah o dünyasını nurlu eləsin. Amin. Bütün ən gözəl duaları, ən gözəl alxışları demək istəyirəm Yasin müəllim. Niyəsə də bugün içimdən ən gözəl sözləri demək keçir. Bilirsiniz, ən yaxşı bizim bu analarımız, bacılarımız, o ağsaqqallarımız o vaxtı elə sözlər bilmirəm özlərindən toqquşdurub deyirlər ya. Onlara da kimsə demişdi. Rəhmətli anam həmişə belə deyirdi, evdən çıxanda, bax bu Noruz ərəfəsində deyirdi ki, abala, əlivə civvə boş aparıb dolu çıxardasan. Ay Allah, nə gözəl sözdür bu. Bax, biz son zamanlar, baxın, verişdən öncə biz çaydan danışdıq. Bu qidanı qəbul etməyimizdə deyirlər, nə yeyirsən, onu düşünürsən. Yeri gəlmişkən Hacı Seylon çaylardır bizim içdiyimiz çaylar və o çayların sponsorluğu ilə sizinləyik. Bu yediyimiz qidaların hər biri, bayramlarda süfrəyə təqdim olunan təamlar birbaşa bilavasitə bizim orqanizmimizə də təsir edir. Yasin müəllim, qışdan çıxan orqanizm, qışın soyuğundan çıxan orqanizm yaza addım atanda o bax bu kalori ilə, bu vitaminlərlə zənginləşməlidir ki, o periodda vitaminsizlik periyodu olur. Bunu həkimlər çox yaxşı bilir. Sonra indi motivatorlar dəbdədir, coachlar dəbdədir. Yəqin ki, bilirsiniz, bunlar insanların uğur hekayələrini yazanlar olurlar, onlara kömək edirlər. Və orada nə deyirlər birinci? Yaxşı düşün, yaxşı olsun. Yaxşı sözlər denən, sözlərində hər zaman müsbət bir emosiyalar olsun. Biz bunu əvvəldən eləyirdik. Biz bunu nənələrimiz həmişə eləyirdik. İlaxır çərşənbədə qapı puskusuna çıxırlar da. Anam gil deyərdi ki, abala, yaxşı sözlər danışın, qapıda pusurlar da. Mən də elə fərqinə varmırdım və elə qapıda əgər bizi dinləyən varsa deyilir, yaxşı olacaq qardaşıma deyir, vallahi düzələcək, düzələcək. Xoş olsun o adama da, o sözü eşitdi ki, düzələcək. Və Yasin müəllim, biz ölkə olaraq zəngin, mənəvi, milli mənəvi dəyərlərimizlə zəngin, biz ölkə olaraq təbiətimizlə zəngin, 11 iqlimdən 9-un bizdə olması. Bu da insanlara koloritinə təsir edir. Bizim insanlarımız da çox şaxəli xarakterə malikdirlər. Siz baxın, Şəmkirdə doğulmusunuz. Bəli. Şəmkirdə dünyaya göz açan bir gənc gəlir Bakıya, arzu istəklə, həm də dağ tərəfində yaşayan insanların aktyor olma kimi arzusunu o dövrlər elə bir mənalı hamı alqışlayıb qarşılamazdı. Bəli. Və bu cəsarəti özündə bulmaq və Bakıya gəlmək, gələndə də ilk dəfə böyük bir ünvan, meşələrdən, dağlardan çıxmış adamın bir dəniz qarşısında üzbəüz dayanması. Bax, bu hiss həmişə mənə maraqlıdır. Həm də biz simvolik olaraq Xəzər də mənim kimi aparıcı olduğu üçün belə bir qeyd eləmişik, belə bir ona status vermişik, onu titullandırmışıq. Ona görə bax, mənə maraqlıdır ki, siz verilişdən öncə gəzdiniz, Xəzərlə təmasda oldunuz, dənizin ətini ciyərlərinizə çəkdiniz. Bu, insan üçün onun özü ilə təkbətək qalmasına, hisslərin, bayaq ruhdan danışdıq, ruhun ekstaza gəlməsinə vacib amildir, səbəbdir. Yasin Qarayev, bax o illərini necə xatırlayır və ümumiyyətlə hansı cəsarətlə siz Şəmkir kimi bir konservativ bölgədən
aktyor olacağam deyib gəldiniz Bakıya. İlim bu mövsüm olanda həmişə, hələ onda uşaq çağlarımdan o tonqal başına toplaşan uşaqları yığardım ətrafıma. Nə bilim, belə deyim də, qarğıdalı saçaqlarından özüm üçün bığ düzəldirdim, saqqal düzəldirdim. Birini çağırırdım, o kos olurdu, mən keçəl olurdum. O folklordan, nə bilim, o bizim şeirlərimizdən, qoşmalarımızdan öyrənir. O ətrafımıza toplaşan ağsaqqallara, ağbircəklərə deyirdik və onların da ağıllısı belə deyir, ya bu uşaqdan nəsə çıxacaq, nəsə olacaq. Elə o çıxacaq, olacaq sözlərindən bəlkə də biraz ruhlanıb. Sonra da bir məclisdə, belə deyim ki, bir toy məclisində məni gətirdilər ki, oxuyayım. Güya Alababat səsim vardı onda. Məclisi də aparan Azaflı Mikail idi, çox böyük klassik aşığımız. Dedilər ki, sənətkar icazə ver, bu uşaq oxusun. Mən gördüm onu, mən nitqim tutuldu, oxuya bilmədim. Əvvəla deyim ki, belə çox nurani bir sifətli insanıdır Mikail Azaflı. Belə gümüşü saçları vardı və atamın adı Mikail olduğuna görə və mən də atamın üzünü görmədiyimə görə nəsə bir böyük bir məhrəm hisslərlə baxırdım onun üzünə. Oxuya bilməm. Dedim, olar sizin bir qoşmanızı deyim. Dedi ki, de. Onun bir qoşması vardı. O qoşmaya görə bunu zindana salmışdılar. Deyirdi ki, dedim ədaləti gəzmə tapılmaz. Eylədim sinəmi dağlı, uduzdum. 5 atdım, yek, düdüşdüm, Mars oldum. Qaldı xanələrim bağlı, uduzdum. Bunu dedim, gördüm aldımdan öpdü. Dedi ki, həyatda sənin uduzmayasan. Bu uşaq qabiliyyətli uşaqdır. Bundan nəsə olacaq. O gecə yata bilmədim səhərə qədər. Bəlkə də bu deyimlər, o böyük klassik insanın, o böyük şairin, o böyük aşığımızın dediyi mənim üçün bəlkə də bir mayak oldu da bu sənət yollarına, üzü Bakıya tərəf gəlməyə, bu Xəzərin sahilinə. Bu 60-cı illər idi. Sonra bu Qız Qalasının yanında Allah Şıxəli Qurbanova qəni-qəni rəhmət eləsin. Bu bayram vaxtıdır, qoy bizim dualarımız gedib, onun ruhuna çatsın. Səfura İbrahimova faytonda, mən onun şahid olmuşam gözümlə. İlk dəfə Bahar qız kimi gəldi faytonda. Bu bizim əlimizdən alınan o bayramımız, o müqəddəs bayramımız, o dini bayram deyil. Onu sübut elədi ki, bu dini bayram deyil. Bu xalqın, nə bilim, o tarixdən gələn adət ənənəsindən olan və günü bu günə qədər gəlib çatan bir bayramdır. Onu bizə qaytardı. Bax, bu gün baxdım, o da yadıma düşdü, xatırladım. Allah o dünyasını dəyişənlərə, vətən üçün, xalq üçün, xalq adət ənənəsi üçün ömürlərini verənlərin hamısına qoy rəhmət diləyək. Əlbəttə, Xəzər çox hadisələrin şahidi olub. Xəzər çox hadisələrin gömüb özündə, çox sevinclərə şərik olub, çox sevgilərin şahidi olub. Yəni, o qədər əslində biz sadəcə bir dəniz kimi baxırıq, amma onunla üzbəüz dayananda, onunla möhtəşəmliyinin qarşısında, onun illərlə, əsrlərlə təbii nemət olaraq bizlə bərabər olmasının qarşısında o yaşantılarımızı bir kino lenti kimi keçiririk, gözümüzün qabağındadır, görürük. Bax, siz Novruz şənliyini xatırladınız. Yasin müəllim, Novruz şənliklərini sizsiz təsəvvür eləmək mümkün deyildi. Və sizin çox gözəl üçlüyünüz var idi. Azər Mirzəyev, Gülşən Qurbanova və Yasin Qarayev üçlüyü. Bu üçlük o qədər mükəmməl şəkildə bir-birini tamamlayırdı ki, və bizim əhval-ruhiyyəmiz ancaq ona köklənirdi. Sanki biz onu gözləyirdik. Olmazsa olmazımız idi. Doğrudan da bu kişinin şəxsi işidir. Bizə nə dəxli, o evlidir, ya subaydır. Mən elə gəlir, bunun bizə dəxli yoxdur axı. Axı bizə nə dəxli var, o evlidir, ya subay. Əyləşin.
Protokol tərtib eləyin, lazımı cəzasını verin, getsin işinə. Oldu. Cənab rəis. Bəli. Məni dolayın balalarımızın başına. Bu bədheybətlə məni bir otaqda tək buraxmayın. Starçına! Bəli. Nə deyirəm ona da əməl eləyin. Oldu əməl eləmək. Əyləşin. Biz ilin çox fəslində olurduq da Azərbaycan bölgələrində, amma əsasən bu Novruz ərəfəsində çalışırdıq ki, bizim o gözəl bölgələrimizdə, Qarabağ bölgəsində, başqa Gəncəbasar tərəfdə, başqa bölgələrimizdə bu adəti, o yaşadanlar, hərənin bir cürə əlavələri var axı. Məsələn, mən Naxçıvanda olmuşam. Naxçıvanın bütün rayonlarını, bütün kəndlərini belə bitdə gəzmişəm. Mən, qoy belə deyim, Naxçıvanda olan Novruz bayramını Azərbaycanın heç bir bölgəsində görə bilmirəm. Tamam başqa cürə. Nədir fərqi? Fərq əvvəla qoy deyim, belə deyim, İslam dinini və o adət ənənələri 3 bölgə, belə deyək, Bakı kəndləri, Naxçıvan, Cənub bölgəsi. Naxçıvan birinci yer tutur. O adət, elə şeylər görmüşəm ki, orada onu gərək yazım. Yəni, yaxşı bir adətlər, gözəl adətlərimiz var. Dillə ifadə edə bilmirəm onu. Onu gərək görüb çəkəsən. Yəni, orada tamam başqa cürədir. Bu Novruzda, məsələn, xan seçirlər orada. Elin, xalqın arzusu ilə, istəyi ilə və oranın, o məmləkətin hörmətli bir adamını. O, xanın sözü bir il gedir. Bu tərəflərdə yoxdur. Bizim bölgədə, məsələn, yoxdur elə bir şey. Necə xan hər hansı bir qərarı verəndə o bölgədə onun verdiyi qərarlar həmişə keçərli olur. Keçərli olur. Kiminsə xahişinə Yəni, getsə, bu qədər onun sözü inanırlar yerə yəni o düşməz. qərara. Bəli. Bu qədər o qərara inanıb ondan hesablaşırlar. Bəli, yox, xan sayılır da, o xandır. O məmləkətin, o yerin xanıdır. Kiminsə bir müşkül bir işi varsa, kimdən keçəcək bir iş varsa, xahiş lazımdır, o adam gedib həll edir. Nə gözəl adətdir bu. Yəni, ağsaqqalın sözü qanun olur, xan kimi. Müxtəlif inanclarımız var. Nə qulaq asmaq, sözə inanmaq, hansısa bir elementə inanmaq. Heç onu sınaqdan keçiribsizmi? Keçirmişəm. İnanırsınız ona? İnanırım. Mən ümumiyyətlə bayaq dedim də, mən ruhun varlığına inanan adamam. Yəni, elə şeylər var ki, içimdə, daxilimdə bərk inan var. Mən məsələn, qoy belə deyim, bizim ocaqlarımıza, elə ocaqlarımız var, inanıram və mütləq gedib ziyarət edir. Mütləq gedib ziyarət edir. Bayaqları biz danışdığı ruhlardan danışırdıq. Bir şey də yadıma düşdü. Bax, bizim o ocaqlar, müqəddəs ocaqlarımız, bizim o meşidlərimizin üstündə qumru quşları, göyərçin quşları çox olur. Görürsünüz, müqəddəs yerdir. Məhz ora toplaşırlar. Yenə deyirəm ki, o nənələrimiz deyir ki, onlar ruhlardır. Babalarımızın, nə bilim, kimlərin ruhudur, o müqəddəs yerə toplaşırlar. Onlara dən vermək, onları dənlətmək, nə bilim, nə deyirdi ki, çox belə savab sayılır. Savab bir işdir. Nə bilim. O, sizə elə gəlmirmi ki, biz özümüzü kökləsək, misal üçün, bu səməninin bir ləçəyini özümüz üçün ülvləşdirsək və ona tapınsaq, arzularımızı, niyyətlərimizi ona desək, sabah o arzu həyata keçəndə deyəcək ki, bu səmənin ləçəyindən oldu. Özümüzü nəyə köklürük, onu yaşayırıq. Sizcə bayram atributlarının təsiridirmi bu? Yəqin ki, bax, bu səmənini görəndə həmişə mən uşaqlıq illərim yadıma düşür. Deməli, dəb idi bizdə. İlk çərşənbələrdən əvvəl səməni göyərdirdilər və səməni halvası pişirirdilər. Rəhmətli anam həmişə pişirirdi. Kəndimizdə hardasa bir 400-dən çox ev vardı. Gözümə odururdu ki, hamıya pay aparmalıydım. Nəlbəkidə, balaca boş qablarda, təbii ki, o boyda qab olmazdı bir evdə. 15-15 aparırdım, boşalır, gəlirdi, bir də bütün kəndə çatmalıydı. O da bir adət idi. Elə bir ki, bu səmənini mən aparıb verirdim. Onlar boşaldırdılar, nəsə bir yumurta qoyurdular, 2 dənə konfet qoyurdular. Yəni, bu da bir adətdən gələn şeydir. Gətirirdik onu,
Yeri qaytarırdım. Yeri Sən- gəlmişkən bax əlinizə aldığınız o armudu stəkanı və o çayı heç kənara qoymayın. Onun dadına baxın. Çünki reklamlarımızın zamanıdır. Mən çəkiliş məkanına gələndə bizim şəhərimizin, Bakımızın ən gözəl yeri Azneft dairəsi deyirik. Bəli. Orada armudu stəkanla Nəlbəkini dekorativ bayram əhval-ruhiyyəsinə uyğun bəzəyiblər. Elə gələndə fikirləşdim ki, nə gözəl. Bu da bir çay atributudur. Və biz də Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə görüşə gəlirik. Bax, o yoldan keçirik, gəlirik və sizinlə görüşməyimizə səbəbdir Hacı Seylon çayları. Qısa bir aradan sonra burada olacaq, biz çayımızı içək, siz də alın, dəmliyin için və Yasin müəllimlə maraqlı söhbətimiz davam edir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Bahar gəlib, elimizə yaz gəlib. Hər birimizin Novruz bayramımız mübarək olsun. Novruz bayramında nə edirlər? Şəkərbura, paxlava bişirərlər. Və şəkərbura paxlavanı nə edirlər? Əlbəttə ki, çayla içərlər. Bu çay gözəl çaydırsa, bu çay əsl çaydırsa, onda şəkərbura paxlavanın da dadı fərqli olur. Və biz Hacı Seylon çayları ilə şəkərbura və paxlavamızı yeyirik, içirik və sizə də tövsiyə edirik. Hacı Seylon çayları şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlərdə, xüsusən də Tayqa Store'da satılır və hər biriniz istənilən növə uyğun çay nümunələrini oradan seçib ala bilərsiniz. Hacı Seylon çayları əsl Azərbaycan brendidir, imtina edilməyəcək təklifdir. Daha çox məlumat əldə etmək istəsəniz, QR kodumuz var. O QR koda daxil ola bilərsiniz və yaxından tanış olub, seçib, alıb, dəmləyib içə bilərsiniz. Bayramınız mübarək olsun. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. İçdiyimiz Hacı Seylon çaylarıdır və əsl Azərbaycan brendidir. Gözəl bir gündə görüşürük sizlə, bahar əhval-ruhiyyəli bir gündə görüşürük sizlə, istirahət günüdür. Novruz bayramını yaşayırıq və hər kəs bir-biri ilə bayramlaşmağa gedir. İstirahət eləmək istəyənlər çıxırlar, müəyyən məkanlarda istirahət edib gəlirlər. Görün, bundan gözəl nə ola bilər. Və biz qalib ölkənin vətəndaşlarıyıq. Yasin müəllim, bu bizə bir başqa əhval-ruhiyyə verir. Bunu hiss eləməyin özü bir möhtəşəmlikdir. Və biz həm də bugün dünyada olmayan dəyərli sənətkarlarımızı xatırlayırıq. Allah dünyasını dəyişən bütün sənətkarlarımıza, ümumilikdə bütün insanlara rəhmət eləsin. O dünyaları nurlu olsun. Qalanlara can sağlığı versin. Yasin Qarayev nəfəsinə biz yığışmışıq Xəzərin sahilində və Yasin Qarayevin xatirələri bizim üçün çox özəl və gözəl xatirələrdir, retro xatirələrdir. Yasin müəllim, düzdür, retro deyirik, amma bugün siz varsınız, fəaliyyət göstərirsiniz, teatrdasınız, Gənc Tamaşaçılar Teatrında, repertuarlarda iştirak edirsiniz, tamaşalarda iştirak edirsiniz. Bir tərəf müqabillərinizdən mənə danışın. O biri bizim, yenə deyirəm, dünyasını dəyişən sənətkarlarımız. Mən dönə-dönə bugün onları xatırlamaq istəyirəm. Çünki bəzilərinin bilirəm ki, hətta qəbir üstünə gedənləri belə yoxdur bəzi sənətkarlarımızın. Bəzi sənətkarlarımızın üzərində heç o Yasin oxuyan yoxdur. Bax, biz buradan o enerjini onlara göndərək. Allah o dünyalarını nurlu eləsin. Amin. Və siz? Novruzda dünyaya gələn aktyorlarımız var. Mən özümə müəllim saydığım Hüseyn Ağa Sadıq, Xoruz Baba deyirdilər ona. Xoruz verilişi aparırdı radioda. Firuddin Ağayevin yazısı ilə belə bir veriliş vardı və uşaqlar arasında çox dəbdə olan bir veriliş idi və Hüseyn Ağa Sadıqov qədər hörməti xalq arasında, məmurlar arasında olan ikinci bir adam mən tanıdım. Nə idi ona səbəb? Onun istedadı, onun uşaqlarla deyək ki, veriliş olurdu. Hansısa bir aktyor gəlib çıxmayıb. Uzaqda yaşayır, gözləyir onu. İnanın mənə, bu da bərəkət. Bu bərəkət haqqı 30-35 dəqiqə o uşaqları saxlayırdı. O uşaqlar darıxmırdı. Özü üçün proqram hazırlamışdı. Məsələn, deyirdi ki, uşaq və buz şeirini kim bilir? Yerdən hamısı qışqırdı mən. İndi bu özü üçün səhnəcik qurmuşdu.
müəllimdir, dərs keçir və bir uşağı durğuzur. Uşaq və bu şeyini danış. O uşaq bilmir, tərsinə danışır. Dərsə gedən bir uşaq Çıxdı biz üstə qoçaq. çıxdı biz üstə qoçaq, sürüşdü birdən-birə, ağzı üstə dəydi yerə, ağzı üstə dəydi yerə. Durdu dedi, sən nə əzrafsan, aboz adamın nöş yıxırsan, aboz, nə bilim nə. Uşaqlar gülürdü. Düz deyir, onlar deyir, yox, kim bilir? Çağırırdı bir. O 35 dəqiqəni uşaqlar bir əl çalın buna, bir gürültülü alqış gedir. Yəni, bax bu qabiliyyətləri... Bilirsiniz Yasin müəllim, zaman-zaman biz görürük bu aktyorları da, insanları da. Bəzən sportivnaya şəstsiyə deyirlər ruslar. Yəni idman şansı olur da, o bir şans işidir. Bəzən aktyorların özünün də yaşam tərzi, hətta ölümü belə, hətta dünyadan köçüb dəfn olunması belə, belə deyək, sportivnaya şəstsiyə olur sanki. Bəli. Bax, bunun açarını tapa bilmirsən. Elə sənətkarımız var ki, xalq tərəfindən sevilir, böyük məhəbbətlə, rəğbətlə qarşılanır. Amma elə dünyasını dəyişir, elə dəfn olunur ki, sən onu gözləməzdin. Amma bəzən görürsən, elə bir sənətkar var ki, bəli, o da sevilir, o da gözəldir. Amma alqışlarla onun cənazəsi yola salınır. Sizcə buna səbəb nədir? O kişi yaxşı bilər, mən deyəmlərəm. Alın yazısına mən inanıram. Alın yazısı deyilən bir şey var. Onun alın yazısı elə yazılırdı. Görürsən ki, bayaq Hüseyin Ağa Sadıqovdan danışdım, o bayram günü anadan olubdu. Zarafatım vardı, məndən yaşda böyük, amma müəllim sayırdım. Mənim zarafatımdan qətiyyən inciməzdi. Deyirdim ki, müəllim, Novruzda anadan olmuşuz, belirdi, hə. Bir il ki, nəsə deyəcəm, deyirəm ki, nə acaba adı bayram qoymayıblar ya da baxırdı belə tərsə. Sən nə vaxt anadan oldun? Deyirəm, yayda. Adını niyə cır-cırama qoymayıblar sən? Yer gəlmişkən, bax, burada Novruz Qartalın Allah ruhuna təzim, Allah rəhmət eləsin. Novruz Qartal da musiqili komediya teatrının aktyoruydu, çox gözəl insan idi. Bizim Yusif Vəliyev rəhmətli. Ömrünü, gününü teatra verdi adam. Nə zaman çağırırdıq, böyük məmnuniyyətlə gəlirdi. Adam enerji idi başdan ayağa. Məsələn, bu dediz dünyasını dəyişən Yusif Vəliyev çox böyük aktyor. Bəli. O bayram günü rəhmətə getdi və qızı Bahar, adını Bahar qoyub, bayram günü doğulubdu, ona görə Bahar qoymuşdu. Qızının doğum günü bu dünyasını dəyişdi. Belə, görürsün, belə hadisələr var. Ona görə bunu deyirəm, bu alın. Bəli, hərdən fikirləşirəm, düşünürəm ki, bax, bu aktyor çox istedadlıdır, koloritlidir. Onun üçün ampla problemi yoxdur, o bütün obrazları yarada bilər. Amma sanki öz həyatdan, bax, siz alın yazısı dediniz, Allahdan gələn öz qiymətini ala bilmir. Və yaxud da ki, digərləri baxırsan ki, yəni onu qədərdir, amma o çox böyük şan şöhrətlə dünyasını dəyişir. Yasin müəllim, gənclərlə işləyirsiniz, gənc tamaşaçılar teatrıdır və repertuar məsələsi var. Görün, siz bu yaşa qədər, yaşınızı deyim mi? 78 yaş az yaş deyil. Ruhumla bir yaşdayım. Həqiqətən, bəzi sənətkarlarımızı burada, bax bu kürsüdə danışırıq, onlarla söhbət edirik və onların yaşını biləndə yaxşı mənada qibtə eləyirəm və başa düşürəm ki, bu yaradıcılıqla əlaqədardır, bu ruhla, bayaq dediyiniz kimi ruhla əlaqədardır ki, 78 yaşlı insanın obraz yaratması, səhnəyə çıxması, öz sözünü, öz diktəsini, öz xatirəsini bölüşməsi nə gözəl bir nemətdir, Yasin müəllim. Sağ olun, bu teatrımızda işlər gedir, yaxşı tamaşalar hazırlanır. Düzdür, bir il yarımdır baş rejissorumuz yoxdur, amma bizim teatrın müdürü Naidə xanım hər ikisini əvəz edir. Hələlik hiss eləmirik o boşluğu. Tamaşalar yeri-yerində hazırlanır, hamısı uğurlu tamaşalar hazırlanır. Nicat Kazımovun, Nofəlin tamaşaları var, yaxşı tamaşalar təhvil vermişik də indi. Bir tamaşa hazırlanır, Şahnamə. İlqar Fəhminin əsəri əsasında. Güman edirəm, yaxşı tamaşa olacaq. İnşallah. Amma Nicata demişəm ki, Nicat,
Bizim teatrın klassik əsərləri olubdur. Uzun illər Hacı Qəmbər tamaşası 1500 dəfə repertuarda oynanıb. Onun 500'ünü mən oynamışam. Ben teatra gələndə 1000 dəfə oynanılmışdı. İmkanım var o tamaşanı. İndi söz verir mənə. Deyib ki, bu əlimdə olan tamaşanı tutarım. Hacı Qəmbəri oynamaq istəyirəm. Ne güzel. Müxtəlif aktyorların ifasında görmüşəm. Əlağa Ağayevin və Süleyman Ələsgərovla 500 tamaşa 2 rol oynamışam. Aşıq Vəli və Mahmud. Müxtəlif rejissorların deməli quruluşu. Yasin müəllim, sizin ən çox yadda qalan obrazlarınızdan biri tele tamaşalarda yaratdığınız obrazlardır. Bir də bu Qarabəllilərdə iştirak eləmisiniz. Vəli, can Vəli. Canına belə soyuq değməsin Vəli. Bu havada dəyməz inşallah. Sənin o dəymə düşərin hani gözümə dəymə, şahini deyirəm. Bildim kimi deyirsən, bildim. Heç qanun qaratma, harda olsa gəlib çıxarsın. Həmişə bilirsən qara, biz gecikmişik. Bax, cızdağımı çıxardırsan topa belə deyəndə. Düşün. Biz gecikmirik. Biz yubanırıq. Yubanırıq, yoxdur. Həmişə biz yuvanmışıq, indi bu uşaq yubansa nə olar? Bir gənə səhv danışdın. Niyə, nüşün? Bu uşaq yubanmır, bu uşaq gecikir. Yaxşı, olsun belə. Həmişə biz yuvanmışıq, indi bu uşaq gecikməklə tutub öldürəsi deyir ya. Şimdi deyirəm, heç olmasa bu şappıldadan olsaydı, özümüz şappıldadıb başlayardıq da verilişi. Şappıldadmasaq başlayanmaq. Yox, qətiyyən olmaz. Niyə? Biz, necə, ənənə var, ənənəni necə pozarsan? Ənənə. Yox, ənənəni pozmaq olmaz. Ənənə, axı biz özümüz elə ənənəyik. Bəli. Bax o obrazlar da Bax, bizim Qarabəlliler xatirimizdə. elə Ağalar Mirzə yadınızdadır. Gözəl Əlbəttə, jurnalist, bəli, gözəl də bəli. Yaxşı bilirdi folkloru, adət-ənənəmizi, onun kitabları var. Onun redaksiyasında bizim dövlət kanalında Allah rəhmət eləsin Nizami Xudiyev var. Nizami Xudiyev belə bu adət-ənənələri həmişə qoruyub saxlayan və belə bərpa eləyən təmtaraqlı tamaşalar eləyirdi, təmtaraqlı verilişlər olurdu. Nə bilim, niyə indi olmur, bilmirəm, niyə olmur, onu deyə bilmərəm. Biz belə fikirləşdik ki, Azərlə, bir veriliş eləyək, bu bizim adət-ənənələr, zadlar hamısı orada öz əksini tapa bilsin. Redaktor dedi ki, Qarabəlli eləyək, Yasin, sən aparıcı olacaqsın. Mən istəmirdim Azərdən ayrı düşüm, dedim ki, ikimiz də, dedi, Qarabəlli 2 nətər olur. Sən aparırsan, amma çağırarıq da səhnəciklərə də Azər Mirzəyev də gələr. Dedim ki, yox, gəlin belə eləyək. Birimiz olaq Qara, birimiz olaq Vəli, olsun Qarabəlli. Dedi, nə yaxşı ideyadır. Biz onu haradasa bir 30-40 veriliş çəkdik, ayda bir dəfə, 3 ildən çox da. Orada çox şeylər elədik, bizim adət-ənənələr. Azərin yaxşı qələmi vardı, yaxşı yazmaq istedadı vardı. Əvvəllər jurnalist olmaq istəmişdi. Senarilər yazırdı. O tapırdı, gətirdi, mən tapırdım, gətirdim. Və maraqlı belə görüntülər aldım. Zubili 2004. Bəli baxın. Ne xəbərində? İlk olmasın, tezə başlamışsın. Ne vermək? Ne danışdın? Ne inədik? Məclis təzəcə düşüb, sən tutarmadın. Qara, birinci dəfə üçün, birinci kərəm üçün dərsimizdir. Elə məclislərimiz var, danışacağıq. Heylə, onda nə olur? Ne tər məsuliyyəti özü bilir. Salamat qalın, ay mənim əzizlərim, ay bizim əzizlərimiz. Ay bizim əzizlərimiz. Bizi yaddan çıxartmayın. Sizdən əldə etdiyimiz o materiallar bizim üçün tarixi faktlardır. Xəzərin sahilində layihəsi incəsənətimizi, mədəniyyətimizi özündə əks etdirən bədii publisistik bir layihədir və burada bütün ziyalıların bütün mənalarda iç dünyaları, təxəyyülləri, fəaliyyətləri, yaradıcılıqları əks olunur. Sizdən aldığımız və alacağımız o materialların hər biri bizim üçün dəyərli nemətdir. Yasin müəllim, mən sizə təşəkkür edirəm. Yaxşı ki gəldiniz. Bayramınız mübarək olsun. Allah sizə ömür versin. Allah sizə 88-98-i yaşatsın. Hətta biraz da irəli gedib bir 108-i də yaşatsın deyirik. İnanın, Hacı çayından içsəniz yaşayacaqsınız. Var olasınız. Bayramınız mübarək olsun. Sizin ailə üzvlərinizi təbrik edirəm.
Sizin həmkarlarınızı təbrik eləyirəm. Buradan teatr nümayəndələrini təbrik eləyirəm. İncəsənət xadimlərini təbrik eləyirəm. Və hesab eləyirəm ki, bax belə bir xudmani, gözəl bir söhbət əsnasında hər birimizin ruhumuz yenilənir. Sizin də bayramınız mübarək olsun, əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, gözləyənlər, hər dəfə görəndə bizə öz fikirlərini bildirənlər. Var olasınız, evinizdən ruzu bərəkət əskik olmasın. Və bu məqamda Yasin müəllim, sizə Hacı Seylon çayından biz hədiyyə edirik. Bax, o içdiniz, bəyəndiniz, verilişdən öncə də, verilişdən sonra da. Çox sağ olun, çox sağ Bunu olun. götürərsiniz, apararsınız evə. sağ olun. Burada ətirli çay, xırda yarpaqlı, iri yarpaqlı bütün növlər var. Biz həm də çox sevinirik ki, bizim öz məhsulumuz var və biz öz məhsulumuzla öz süfrəmizi bəzəyə bilirik. Var olasınız, Sağ olun. təşəkkür eləyirəm. Mən də sizə bayaqlar dedim, bunlar hamısı alın yazısıdır. Alın yazısı adında bir kitab mənim haqqımda Profesör İlham Rəhimli yazıbdır. Mən o kitabı indi sizə təqdim edəcəm. Çox sağ olun. Hər birimizin Yasin müəllim alın yazımız, biz bilmirik nə yazılıb, amma biz arzu eləyə bilərik ki, hətta deyirlər duaya görə biz ona təsir də eləyə bilirik. Hər birimizin alın yazımıza gözəlliklər yazılsın. Şərəfli həyat və şərəfli ölüm arzu eləyirəm bütün hər bir kəsə. Çünki sonda biz nöqtəmizi harda qoyuruqsa, ondan sonraki həyatımız bizim növbəti həyatımızdır. Yəni bizim özümüzdən sonrakılara qoyduğumuz mirasdır, adımız, tərzimiz və s. Bugün əziz tamaşaçılarımız, bax burada gördüyünüz bu gözəl dekorativ nümunələr və bu gözəl çiçəklər bizim ağ çiçəyimizə aiddir. Hər zaman öz sözünü deyən ağ çiçəyimizə təşəkkür eləyirik. Hər birinizin bir daha bayramınız mübarək olsun. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.